Bir gənc ailə vardı. Bu ailə evləndiyindən bəri bunların evində hər gün qırğın qiyamət idi. Bu oğlanın atası bunlarla qalırdı. Gəlin isə hər gün qırğın salırdı ki, atası onlarla qalmasın. Belə oldu ki, bir gün elə bir həddə iş gəlib çıxdı ki, gəlin ayağını yerə döydü ki, əlinə hökmən dedi ki, burada ya mən qalacağım, ya da sənin aton qalacaq. Əgər sənin aton burada qalsa, mən burada qalmayacağım. Oğlan çox çıxılmaz vəziyyətə düşmüşdü. Fikirləşdi ki, neynəsin? Nə atasını ata bilir, nə də yoldaşını ata bilir. Bunların bir 8 yaşında oğlan uşaqları da var idi. Və bu həyat yoldaşını da çox istəyirdi. Bunu əldə eləmək üçün çox mübarizə aparmışdı. İndi qalıb çıxılmaz vəziyyətdə ki, neynəsin? Nəhayət özlüyündə belə bir qərara gəldi ki, bunların dağda bir evləri var idi. Bu atasını aparıb qoysun həmin evdə, özü onun qulluğunda dursun, gedib baş çəksin. Orada yaşasın, bunlar da burada xoş firavan yaşasınlar. Belə də elədi, soyuq, qış çovğunlu bir hava idi. Atası da xəstə yataqda yatırdı. Bu evdən, ayından, oyundan nə lazım olan şeylərdən aparıb yığdı maşına. Sonda da atası yataqda xəstə olduğuna görə qucağına götürüb aparıb maşına qoydu. Bu oğlu, 8 yaşlı oğlu gördü ki, atası ilə babası gedirlər. Bu da qaça-qaça gəldi ki, hökmən mən də sizlə gedəcəm. Siz bu hara gedirsiniz? Çox israr elədikdən sonra artıq atası məcbur olub 8 yaşlı oğlun da maşına mindirdi. Və oğlan yolda gələ-gələ elə atasından soruşurdu ki, bu soğuk qış havasında hara gedirik ay ata? Bunların heç biri buna cavab verə bilmirdi. Bərk çovğunlu, qarlı hava idi, yolu güclə getmək olurdu. Nəhayət 2-3 saatdan sonra bunlar gəlib dağdakı evə çıxdılar. Evdə baxımsız ev necə olacaq? Köhnəlib, damır, evdə tirkab. Nəhayət kişinin oğlu gəlib evdə bir tərəfi təmizlədi, maşındakı əşyaları gətirib yığdı evə. Evdə bumbuz, soyuq ev, elə bir ki, çöldəki rüzgar içəridə əsirdi. Oğlan üşüməyə başladı artıq və gedib evin bir küncündə düzəltdiyi yerə atasının qucağına götürdü maşından, getdi, yıxdı həmin yerə uzandırdı. Atası da oğluna bir söz demir, amma təsəvvür eləyin ki, böyüyüb başa çatdırasan. Oğul, evlad səni gətirib bu cür soyuq evdə atıb gedə. Bu valideynə necə təsir eləyər? Özünüz təsəvvür eləyin. Atası amma oğluna bir söz demir. Bu hadisəni izləyən 8 yaşlı uşaq bu hadisədən bir baş aça bilmirdi ki, burada nə proses baş verir. Nəhayət kişinin oğlu atası ilə vidalaşır, qol boyun olub bir-birinə sarılırlar. Burada özlərini saxlaya bilməyib hər ikisi ağlamağa başlayırlar. Atası da oğlun bu halını görür, amma oğluna bir söz deyə bilmirdi. Nəhayət kişinin oğlu 8 yaşlı oğlunu da götürüb sürətlə evdən çıxırlar. Otururlar maşına, geri qayıdırlar. O
balaca 8 yaşlı uşaq da atasından əl çəkmir ki, ata, sən babamı niyə o soyuq evdə qoydun? Axı o soyuq evdə necə tək yaşayacaq? Sən, amma atası da heç bir cavab verə bilmirdi. Deyə bilmirdi ki, sənin anan məni məcbur eləyib bu yola. Bu sözü uşağa deyə bilmirdi. Uşaq gördü ki, heç bir sualına cavab ala bilmir. Nəhayət atasına dedi ki, ata, onda sən də yaşlaşanda mən səni gətirib bu evə qoyacağam. Elə bil ki, oğlanı güllə ilə vurdular. Yatmışdı, ayıldı. Oğlunun bu sözü ona çox pis təsir etdi. Maşını saxlayıb geri döndərdi. Və qayıtdılar yenə həmin evə. Oğlan girdi içəri, atasının boynundan qucaqlayıb hönkür-hönkür ağlamağa başladı. Dedi, ata, məni bağışla yenə. Mən çox böyük səhv eləmişəm. Səni bura gətirib qoymaqda. Ona görə keç mənim təqsirimdən. Atadır da yenə ürəyi dözmür. Deyir, bala, mən onsuz da bilirdim ki, sən məni burada qoyub heç yerə getməyəcəksən. Qayıdıb məni buradan götürəcəksən. Çünki mən valideynlərimə qarşı belə hərəkət eləməmişəm. Və oğlan atasını götürüb geri qayıdır. İndi bu rəvayətdə çoxlu çıxarmalı nəticələr var. Xüsusən gənc ailələr özünüz üçün bir nəticə çıxardın. Əgər siz də belə bir niyyətə düşsəz, yadınıza saxlayın ki, o evdə olan uşaqlarınız da sizə baxıb tərbiyə götürür. Bu hadisə sizin də başınıza gələndə ayılacaqsınız. Onda gec olacaq. Əlinizdən heç bir iş gəlməyəcək. Ona görə belə fikirlərə düşməyə çalışmayın. Mən sizin hər birinizə xoş günlər arzulayıram. Arzu edirəm ki, bütün ailələrdə mehribançılıq, bir-birinin qayğısına qalmaq hökm sürsün. Diqqətinizə görə çox sağ olun, minnətdarım.